1992-ci ilin fevral ayında Xocalının Azərbaycanlı əhalisinə qarşı görülməmiş soyqırım törədildi. Xocalı soyqırımı kimi tanınan bu qanlı faciə nəticəsində minlərlə Azərbaycanlı öldürülmüş və əsir götürülmüş, şəhər özü yerlə yeksan edilmişdir. 1992-ci ilin 25 fevral tarixindən 26 fevrala keçən gecə keçmiş SSR-nin 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini ələ keçirmişdir. Günahsız insanları vəhşicəsinə qətlə yetirmişdir. Nəticədə 613 nəfər, 106 qadın, 63 uşaq və 70 ahıl qətlə yetirilmişdir. 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil. Faciə zamanı Xocalının 487 sakini əlil edilmiş, o cümlədən yetkinlik yaşına çatmamış 76 uşaq, 8 ailə tamamilə məhv edilmiş, 26 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Qətlə yetirilən 56 nəfər xüsusi qəddarlıqla öldürülmüşdür. Xocalı faciəsində məhv edilmiş 8 ailədən birinin yarım qalmış həyat hekayəsi. Ağalarova Mətanət 1967-ci il martın 23-də Ordubad şəhərində anadan olub. O 1974-cü ildə Əkbər Ağayev adına 3 saylı orta məktəbin 1-ci sinifinə daxil olub. Məktəbdə yaxşı oxusa da, təhsilini başa vurmadan Yusif Məmmədəliyev adına Ordubad Baramançan İpək fabrikində işləməyə başlayır. Atası Sadıq kişi vəfat etdikdən sonra qardaşı Samiddinin himayəsində yaşamağa başlayır. Mətanət 1985-ci ildə Xankəndinə gəlin köçüb. Səfər Qəmbərovla ailə həyatı quran Mətanətin Elməddin və Esmira adında 2 gözəl övladı dünyaya gəlir. Elə gün gəlir ki, Xankəndidə yaşayan Azərbaycanlıları oradan qovurlar. Xankəndidə doğma evini ən son tərk edənlərdən biri də Mətanətin ailəsi olur. Onlar bir müddət Şuşa yataqxanasında məskunlaşıb. Dövlət həmin ailələrə Xocalıda yaşaması üçün şərait yaradır. Mətanətin ailəsi Xocalıya köçüb,